Əzizlərimiz, Masazırda deməli məktəbə yaxın yerdədir. Belə bir evimiz var 9 sotda. Mən də sizi tanış edirəm əzizlərimiz. Evimiz çox gözəl, möhtəşəm bir böyük bir evdir, şəxsi bir evdir. Deməli bax əzizlərimiz, evimizin girişliyi bax, navestinə kimi işte rahatçılıqla həyatına gələn maşını bax, gülləri, çiçəkləri hamısı var görürsünüz. İndi mən evimizin həyatını sizi tanış edirəm. Əzizlərimiz, bax belə bir həyatımızı tam etdidir, qəşəng. Evimizin də möhtəşəm görünüşü də var. Deməli, bax belə bir evimizin görünüşü var əzizlərimiz. Mən həyatını sizi tanış edeyim. Sonra evin içine keçəcəm. Bax gördüyünüz kimi belə bir həyatımız var əzizlərimiz. Bax belə bir meyve ağaçları var, qəşəngcənə, bax görürsünüz. Ta ki baba, oradan toyuqların damına kimi hamısı görükür. Düz zabora kimi, bax əzizlərimiz. İşte nəsil kənd həyatıdır, şəxsi evdir, köhnə tikilidir. Bax evimizin də möhtəşəm görünüşüdür. Bax belə bir möhtəşəm bir evimizin görünüşü var. Əzizlər, hər kim alsa Allah xeyrini versin. Həqiqətən də çox belə möhkəm bir evdir. Həyətdə də var, yaşıllıqları, ağaçları və hətta belə bir yay mətbəxi deyilən bir şey var. Mən onu size göstərirəm əzizlərimiz, yay mətbəxli. Evimizin girişində var belə bir gözəl əl işləmələrlə, hamısı taxta ilə yığılıb, görürsünüz gözəl səliqəlidir. Yəni evin sahibi özü bunu şəxsi özü üçün belə bir şey düzəltdirib. Yayda yani gəlib burada qəşəng rahat istirahət eləmək üçün. Bir də evimizin çöldən də göstərdim sizə yenə də. Burada da evimizin burada da ayak yolusu var. Bax görürsünüz izləyicilərimiz belə bir səliqəli həyat üçündə, yəni həyatda oturanda rahatçılıqla. Burada da bax gördüyünüz kimi ambardır, su ambarıdır, yerin altındadır, su ambarıdır. Hem de belə xırda şeylerde yığmaq olar. Ve bir tane de ambarımız buradadır. Yani istəsəz ne lazımdır, yani yığmaq olar. İndi də əzizlərdir, evimizin rəşatkalarına kimi var. Yani dedim, evimiz çok möhtəşəm bir evdir. Görünüşü de çok güzeldir. Bax, yenə də göstərirəm evimizin görünüşünü. Yine evimizin içinde sizi tanış edelim. Evimiz əzizlərdə 6 otaqdan ibarətdir. 6 otaqdan ibarətdir. Deməli əzizlərdə, bu evimizin girişindən belə bir girişində belə bir görürsünüz. İndi evimizin içində sizi tanış edirəm əzizlərimiz. Deməli əzizlərimiz bax, indi evimizin içini göstərirəm sizə. Deməli evimizin girişindən belə bir böyük bir zalı var. Bak gördünüz mü? Ama burada ne eşyalar görürüz hamısı kalacak. Bak perde, televizyon, kondisioner, lüstrlar. Vallahi bunların ile kıymetleri da hesaplasaq evin kıymeti qədərdir. Onu da diyeyim size bəri başdan. Bu her şeyi gösterdim ki biləsiniz. Bu evimizin içi çok möhtəşəm bir dizaynla hazırlanıbdır. Onu da diyeyim size əzizlərdir. Bak sağda da böyle bir çörək yemək için stollarına kimi her şey var. Hamısını göstereceğim size. Burada da böyle bir mətbəxi də var əzizlərimiz. Var belə bir mətbəxdir. Geniş bir mətbəxdir. Bütün əşyalar hamısı qalacaq. Onu da deyim sizə biləsiniz. Ne görürsə hamısı qalacaq əzizlərimiz. Cəvələrinə kimi var hamısı. Və buradan sizə samucelimizi də göstərirəm. Var belə bir geniş bir samucelimiz var. Maşallah göl hündürlüyünə baxın əzizlərimiz. İdeal bir vəziyyətdədir. Tam gördüğünüz kimi ideal bir samuceldir. Deməli bir yataq otağımız da buradadır əzizlərimiz. Deməli bir yataq otağımız da buradadır. Böyle bir yataq otağıdır, geniş. Gördüğünüz ne əşya varsa bu mebellər hamısı qalacaq əzizlərimiz, hamısı qalacaq. Bir tane de kombi sistemlidir, onu da deyim sizə. Burada qaladovkadır. Burada yani lazım olan əşyaları yani yığa bilərsiniz. İndi mən sizə əzizlərdən buradan bu qapıdan içəriyə ikinci mərtəbəni göstərirəm.
Deməli, ikinci mərtəbəndə görürsünüz əzizlərimiz, belə bir dizaynla çox gözəl, möhtəşəm bir dizayndır. Burada gördüyünüz hər bir şey qalır. Evimizin belə bir dizaynı var. İndi mən sizə otaqlarımızı göstərirəm. Deməli, əzizlərdən bax. Deməli, otaqlarımı göstəreyim. Elə girən kimi solda bir otaq buradadır. Bax, belə bir əzizlər, yataq otağıdır. Bax, görürsünüz, bir yataq otağımız buradadır. Bax, burada gördüğünüz hər nə varsa hamısı qalacaq. Bütün mebellər hamısı qalır. Onu da deyim sizə, kondisioner, burada da kondisioner var. Sonra keçir, o otaqları göstərim sizə əzizlərimiz. Deməli, bir dənə otaq, yataq otağı buradadır. Baxın, burada da yine kondisioner var əzizlərimiz. Samuzelimiz var burada, onu da göstərirəm sizə. Belə bir qəşəng ikinci mərtəbənin samuzelidir. Uşaq kabinasına kimi hər şey var. Çox ideal bir vəziyyətdədir, gözəl izləyicilərimiz. Deməli, bir dənə də yataq otağımız buradadır, əzizlərimiz. Görürsünüz, bir yataq otağımız da buradadır. Və bu yataq otağından da hamısı kombi sistemlidir, pərdələrinə kimi hər şey qalacaq. Buradan da yəni gördüyünüz kimi və balkona çıxışı var, əzizlərimiz. Mən indi dördüncü otağı da göstərirəm burada sizə. Bir dənə də belə bir böyük bir zal deyək. Bir dənə də belə bir şey buradadır otaq. Deməli, əzizlərimiz, evimizin torpağının çıxarışı var. Fərdi yaşayış torpağının çıxarışıdır. Evimiz belə bir vəziyyətdə 260 min manata satışa çıxarılıb və buradan da eyvana çıxış var. Görürsünüz, əzizlərimiz. 260 min manata satışa çıxarılıb. Hər kim alsa Allah xeyrin versin. Belə bir möhtəşəm bir mənzərəsi var. Elit Ev Aksiyası və Kiracı kanalımıza abunə olun ki, yeni evlərimizi göstərək.